izləyicilər, A-Marketsdən hər birinizi salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacaq. Dolar indeksinə nəzər salsaq, bildiyimiz kimi əslində 17 sentyabrdan etibarən federal ehtiyatların faiz dərəcəsini aşağı salmasından etibarən dolar indeksində yüksəliş trendi başlamışdı və xüsusilə 2 oktyabrdan etibarən bu trend daha da sürətlənmiş oldu və diqqət yetirsəniz, həmin tarixdən etibarən günlər üzrə dolar indeksi yalnız birinci dəstək səviyyələrinin üzərində ticarət edilirdi. Lakin keçən cümə günü Amerikanın Çinə, yəni Trumpın Çinə 100% tarif tətbiq edəcəyi ilə bağlı açıqlama verməsi bir mənada bazarlarda böyük bir hərəkətliliyə səbəb olmuş oldu və bundan dolayı da dolar indeksi sərt şəkildə aşağı yönlü korreksiya etmiş oldu. Lakin diqqət yetirsəniz, cümə günü olan dollarda olan eniş həmin günün birinci dəstək səviyyəsi ilə məhdudlaşdırmış oldu və dolar indeksi 98.545-də özünə dəstək tapmış oldu. Əgər gün ərzində dolar indeksi nə qədər ki bu günün birinci dəstək səviyyəsi olan 98.266 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz dolar indeksində hələ də yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Əlavə olaraq, hörmətli izləyicilər, keçən həftə Amerikada hökumətin bağlı olmasından dolayı əmək bazarı ilə bağlı məlumatlar açıqlanmadı. Ona görə biz əmək bazarında müsbət və ya negativ tendensiyanın olduğunu qeyd edə bilmirik. Bu həftə isə Amerikadan inflyasiya göstəriciləri açıqlanacaq. Belə ki, inflyasiyanın 2.9% olacağı proqnoz edilir. Əgər inflyasiyada artım olarsa, bu dolar indeksindəki yüksəlişi daha da sürətləndirə bilər. Hörmətli izləyicilər, birlikdə maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyündə də 2 oktyabrdan etibarən olan eniş trendi bir mənada cümə günü yuxarı yönlü korreksiya ilə nəticələnmiş oldu. Lakin avro-dollar valyuta cütlüyündə diqqət yetirsəniz, həmin günün birinci müqavimət səviyyəsi ilə məhdudlaşmış oldu yuxarı yönlü korreksiya və avro-dollar valyuta cütlüyü 1.16186-da bir mənada müqavimətlə rastlaşmış oldu və gün ərzində nə qədər ki avro-dollar valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1.16498 səviyyəsini qırıb onun üzərinə bağlanmazsa, biz hələ də avro-dollar valyuta cütlüyündə aşağı yönlü enişin davam edəcəyini proqnoz edə bilərik. Texniki analiz nöqteyi nəzərindən. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyüdə diqqət etsəniz 7 oktyabrda həmin günün birinci dəstək səviyyəsini qırdı və qiymət həmin səviyyənin altına bağlandı. Həmin tarixdən etibarən 1, 2, 3, 4 gün GBP-USD-də eniş trendi davam edir və cümə günü olan yüksəliş yuxarı yönlü korreksiyada bir mənada həmin günün birinci müqavimət səviyyəsini qıra bilmədi və bu gün ərzində nə qədər ki GBP-USD valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1.34 səviyyəsini qırıb onun üzərinə bağlanmazsa, biz funt-dollar valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılda da bildiyimiz kimi uzun müddətdən bəri olan makro trend bir mənada keçən həftə aşağı yönlü korreksiya etmişdi və 9 oktyabrda həmin günün birinci dəstək səviyyəsi qırılıb qızıl həmin səviyyənin altını bağlamışdı. Lakin Trumpın açıqlamasından dolayı yenidən ticarət müharibələrinin başlayacağı ehtimallarının artmasından dolayı qızıl yenidən sərt şəkildə yuxarı yönlü korreksiya etmiş oldu və yenidən yüksəliş trendinə qayıtmış oldu. Əgər qızıl gün ərzində bu günün birinci müqavimət səviyyəsinin üzərində bağlanarsa, biz qızılda yüksəliş trendinin davam edəcəyini söyləyə bilərik. Ümumi fonda baxdıqda isə, hörmətli izləyicilər, bir öncəki videolarımızda da qeyd etdiyimiz kimi, qızılda olan hər aşağı yönlü korreksiya əslində alış üçün böyük fürsətlər yaratmış olur. Çünki qızılda qlobal trend yüksəliş yönündədir və əlavə olaraq qızılın qiymətinin enilməsi üçün hələlik hər hansı bir fundamental faktlar mövcud deyil. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksinə diqqət etirsəniz, əslində makro trend yüksəliş trendi ilə davam edirdi. Lakin bir öncəki analizlərimizdə də qeyd etdiyimiz kimi, əslində Amerikan səhəm bazarında həddindən artıq bir yüksəliş müşahidə olunurdu və şirkətlərin real dəyəri ilə, onların cash flow-ları ilə nisbətdə onların səhmlərinin qiyməti arasında böyük bir fərq yaranmışdı. Və bizim sistemimiz əslində texniki analiz nöqteyi nəzərindən diqqət etirsəniz, 9 oktyabrda S&P 500 indeksində bir mənada satış siqnal vermişdi. Çünki S&P 500 indeksi həmin günün birinci dəstək səviyyəsini aşağı yönlü qırmışdı və Trumpın açıqlamasından dolayı
10 oktyabrda S&P 500 indeksi kəskin şəkildə aşağı yönlü korreksiya etmiş oldu və təxminən 40 dəqiqə içərisində 1,2 trilyon dollar səhm bazarında bir çöküş yaşanmış oldu. Təbii ki, bu aşağı yönlü korreksiya uzun müddətdən bəri gözlənilirdi və bunun əsas səbəbi təbii Trumpın Çinə 100% tarif tətbiq etməsi oldu. Ondan sonra yenidən müsbət yöndə açıqlamalar verdi və Çinin prezidenti Xi Jinpinglə görüşəcəyini və bu məsələləri müzakirə edəcəyini açıqladı və eyni zamanda Trumpın Çinə 100%lik yenidən tarif tətbiq etməsinin başlı səbəbi Çinin nadir metallara müəyyən mənada ixrac qadağası gətirməsi ilə bağlı idi ki, bu da bir mənada Trumpın heç xoşuna gəlmədi və 100% tarif tətbiq etmə qərarı aldı. Lakin sonraki açıqlama bir mənada bu gərginliyi azaltmış oldu və müsbət yönlü olmuş oldu. S&P 500 indeksi yenidən yuxarı yönlü korreksiya edə bilər. Lakin ümumi fonda baxdıqda hörmətli izləyicilər, səhm bazarında böyük risk formalaşır və əgər şirkətlərin bir mənada səhmlərinin qiyməti bu sürətlə, bu templə yüksələrsə, bu risk daha da arta bilər və kiçik bir hər hansı bir hadisə səhm bazarında kəskin şəkildə aşağı yüksəlişə səbəb ola bilər. Gün ərzində S&P 500 indeksi nə qədər ki birinci müqavimət səviyyəsi olan 6761 səviyyəsini qırıb onun üzərinə bağlanmazsa, biz hələlik S&P 500 indeksində aşağı yönlü enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.